Sizin değerli tələbələr, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə birlikdə informatikadan ikinci cəhdə düşmüş, yəni 2025-ci ildə ikinci cəhdə düşmüş sualların cavablarına baxacağıq. Suallar bir müəllim olaraq mənə görə rahatdır. 1-2 sual çətindir. Yerdə qalan sualların hər birini bütün tələbələr cavablamalıdır təbii ki. İndi bəzən tələbə düşünür ki, müəllim çox çətindir. Təbii ki, o çətin deyən üçün informatika sadəcə oxumayıb və yaxud da çox yaxşı, ciddi şəkildə hazırlaşmayıb və yaxud da elə bazası bu qədərdir, yəni bundan artıq irəli gedə bilmir. Amma yəni çoxluq tələbə asandır sözünü işlədir. Niyə asandır sözünü işlədir? Çünki mükəmməl şəkildə oxuyublar, təkrarlarını yaxşı şəkildə ediblər. Yəni nə qədər desəz bu şəkildə qəbullar, sınaqlar işləyiblər ki, onlar üçün bu suallar nədir? Asan gəlir. Hətta 2025-ci ildə belə bir şey olmuşdu ki, yəni birinci cəhdə düşmüş bəzi sualların təkrarı ikinci cəhdimizdə də düşmüşdü. Yəni sualların bir çoxu əvvəlki yerlərdə olan suallar idi, belə də demək olar. İndi hər bir sualın yerini, yurdunu, hardan gəldiyini belə göstərəcəm sizə. Yəni hər bir sualı, yəni imtahanda necə rahat şəkildə cavablamaq olar, onun yolunu da göstərmiş olacaq. İlk sualımız doğru olmayan mülahizəni seçin deyir. MS Word-a aid olan bir test tapşırığıdır. Bilirik ki, bizim Word-la bağlı bir PDF-imiz var ki, 2 səhifədən ibarətdir cəmi. Yəni tənbəl olmayan tələbə bu PDF-i su kimi əzbərə bilməlidir məsəl üçün. İkinci səhifəsini görürsüz. Çox qəşəng klaviatura düymələri var burada. Tooltipslarımız, klaviatura düymələrimiz. İstifadə edəndə nə olar ki, adama qəribə gəlir. Yəni bütün demək olar ki, kurslar olsun, nə bilim, müəllimlər olsun, götürüb bu sənəddən istifadə edir. Yəni amma sizin müəlliminizin yaratdığı sənədi siz özünüz istifadə etmirsiniz. Adama biraz pis gəlir bu. Odur ki, yəni istifadə eləyin. Nə qədər ki gec deyil, nə qədər ki bu videoya tez baxırsınız, yəni hələ də gec deyil. Odur ki, oturun istifadə eləyin bu PDF-dən. İkinci səhifəsindən demək olar ki, hər il qəbulunuzda sual düşür. İnanın ki, yəni bunları mən yazarkən, yəni fikirləşirdim ki, hər şey bir yerdə kompleks şəkildə olsun ki, tələbə oradan buradan nəsə axtarmaq məcburiyyətində olmasın. Amma gəl ki, tələbənin əlində rahatçılıq var deyə, oturub o rahatçılıqdan belə faydalana bilmir. Təbii ki, bu oxumayan tələbələrimə aid olan cümlədir. Oxuyan tələbələr zaten istifadə edir bunlardan. Deməli, fayl tabının əmrləri, düymələri, home tabı, düzdür, ancaq kurs homedadır. Insertdir, referensdir, reviewdur və s. əlavələriniz. Əlavələrinizi təbii ki, özünüz boş yerlər tapdıqca oralara qeyd edə bilərdiniz. İndi bizim ilk sualımızın təbii ki, cavabı Ctrl+N düyməsi vasitəsilə nə etmək olardı? İlk cümlə buydu, A variantı. Deyir, sənədin sonuna keçir. Amma sənədin sonuna keçir cavabını axtarmalıyıq. Orada yazıblar ki, sətrin sonuna keçir. Sətrin sonuna keçən isə nədir? Enddir. Bununla bağlı mənim Word-ümdə izahlarım var. 6-cı hissəyə baxsınız, 6-cı hissədə siz bu düymələrlə bağlı danışmışam ki, heç bunları əzbərləmirsiniz belə. Yəni çox rahat bir metodla hamısını yadınızda saxlaya bilirsiniz. Məncə uzun danışdım. Deməli, Ctrl+N deyir ki, nədir? Cari sətrin sonuna yerini dəyişir. Yalan deyir. Bayaq gördük ki, Ctrl+N sənədin sonuna kursorun yerini dəyişmiş olur. Hətta bir Word faylı açın mən sizin üçün. Gəlin həmən Word faylına baxaq. Deməli, açdıq buranı. Kursor burada dayanıb, düzdür? Kursor buradadır. İndi sadəcə N-də basacağam mən. Sətrin sonuna keçəcək. Görürsünüz, kursor gəlib dayandı burada. Və yaxud da bura qoyaq, gəlib dayanacaq burada. Baxın, End düyməsinə basıram sadəcə. Amma Ctrl+N-də basaq, kursor harada dayanır, dayansın, fərqi yoxdur. Ctrl+N sənədin ən sonuna, sənədin ən sonunda bu hissədir, gəldi ən sonunda dayanmış oldu. Başa düşdük? Belə budur yəni. Deyir, Windows qrupu View tabında yerləşir. O da səhv deyil, düzgün bir ifadədir. View tabı Windows qrupu. Görürsünüz, çıxmaşı qruplarda əvvəllər qəbullarımızda çox düşüb, yəni Excel-imizdən falan daha çox düşür yəni. Daha sonra gidiyor bu tərəfdə baxaq suallarımıza. Bu düz idi. Mövcud sənəd açmaq üçün fayl tabından open əmrindən istifadə olunur. Bu da düz təbii ki. Bunu bilməyən yoxdur məncə. Fayl tabı open əmri. Yəni kontent yaddaşında olan sənədlərin açılmasına xidmət edir. Başqa? Kontrol bütün hər şeyi seçir, düzdür. Kontrol basırsınız, hər şey seçilir. Bu da düz. Ctrl F4 cari sənədləri bağlayır, yəni sənəd pəncərəsini bağlayır. Bu da düzdür, yəni səhv bir fikir deyil. Misal üçün, sırf bu sənədi bağlamaq istəyiriksə, bax bu sənəd nədirsə, bunu bağlamaq istəyiriksə, Ctrl F4-ə basırıq. Nəyə basırıq? Ctrl F4-ə. Bir saniyə. Gördünüz, sadəcə həmən sənəd bağlamış oldu. Digər həmən sənədimiz yerində qalır. Elə bilin ki, close əmrinin düyməsi Ctrl F4-dür. Amma bu X düyməsi Alt F4-dür. Biraz bunu da yadınızda saxlayın. Əlavə olaraq hətta Ctrl F4-də Ctrl W düyməsində yazmaq olar. Ctrl plus W düyməsi. Bu da
Ctrl F4'ün gördüğü işi görür. Bilmiyorum, mən PDF-ində var yazılıb yoxsa yox, gəlin baxaq. Olmasa əlavə eləyərsiniz. Ha, yazılıbmış. Baxın, close, Ctrl F4, Ctrl W. Aha, tamam. Bu belə. Keçdik 2 nömrəli suala. Say sistemləri ilə bağlı maraqlı bir test tapşırığıdır. Cavabını verməyə çalışaq. Bir 16'lıq say sistemində ifadə verib, bir 10'luq say sistemində deyil. Bu ifadələr bir-birinə bərabərdir. Bərabərdirsə x-i tap deyir. O zaman tapaq da. Qətliam sınavında olan bir sualdır bu. İllər əvvəldən var zaten həmən sual. Həmən sual işləyən tələbələr imtahanın bu sualı çox rahatlıqla, yəni təntimədən, yeni bir sual kimi qəbul etmədən həll edə bilmişlər. Üstlərinə yazırıq 0, 1. Niyə 0, 1 yazırıq? Yəni 0, 1, 2 yazdım. Buna da yazıram 0, 1, 2. Niyə belə bir şey etdik? Çünki biz istənilən say sisteminə, onluq say sisteminə keçməliyik ki, hesablamamızı apara bilək. İndi hesablayaq. 1 vurulsun 16 üstü 2. Bu 256 verər sənə. Nə qədər verər? 256. X vurulsun 16 üstü 1. Bu 16x edər. Yazdıq nə? 16x. Tamam. 9 vurulsun 16 üstü 0 da bizə nə verər? 9. Bərabərdir. 2 vurulsun 10 üstü 2. Bu təbii ki bizə 200 verər. Və yaxud da oturun, uşaq deyilsiniz ki, belə düşünün. Onluq say sistemicə bu mənim başa düşdüyümdür. O zaman bu 280 neçədir də? O zaman 200 üstə gələk, 80 üstə gələk nə? X kimi də yaza bilərsiniz bunu. Və yaxud da elə bildiyimiz kimi 2 vurulsun 10 üstü 2 deyək, elə olsun 200. Rahatçılıq xoşlamışsınız bildirəm. 8 vurulsun 10 üstü 1, 80. Bunu da burada qeyd elədik. Daha sonra x vurulsun 10 üstü 0 da bizə nə verir? X. İndi həlliyyəsi olsaq, x digər tərəfə keçsə, qalacaq 15x. Düzdür? 256 ilə 9'u toplasaq 265, bu tərəfdə 280. Keçirsək o bir tərəfə qalacaq sadəcə nə? Çıxma əməliyyatımızı yerinə yetirəndən sonra 15. Buradan da x nəyə bərabər olmuş olur? X-imiz bərabər olmuş olur 1-ə. Deməli, 1-ə 1 uyğundursa, 1-ə yəni nə uyğundur? 1. Yəni, 1-ə uyğun olduğu C. 2 biraz uzundur, üstünə 0, 1, 3, 4 yazmaq biraz əyləndirəcək məni. Ona görə 3-ü həll eləyim. Yazdım 0, 1. Buna da yazdım 0, 1. X vurulsun 10 üstü 1. Olur nə? 10x. Düzdür? Düzdür. 5 vurulsun 10 üstü 0. Bu da bizə verir nə? 5. Aha, bərabərdir. 2 vurulsun 16 üstü 1 bizə verir neçə? 32. X vurulsun 16 üstü 0 da bizə nə verir? X. X digər tərəfə keçsə qalır 9x. 5 digər tərəfə keçsə qalır neçə? 27. Və buradan da x-i tapas olsaz, x bərabər olacaq nəyə? 3-ə. X-in qiyməti oldu nə? 3. Bu sonra 3. Yəni, doğru olur nə? B. Bundan da məncə cavab tapılır. 1-ə C, 3-ə B. 1-ə C, 3-ə B. Doğru cavab olur nə? B variantı. İkini də özünüz yoxlaya bilərsiniz. Keçdik 3 nömrəli suala. Çox sürətli 2 saniyə vaxtımızı tələb edir ki, bu sualı yaza bilək imtahanda. Deyir, şrift hansı stildə yazılıb? Görür ki, qalındır və altından xətt var. Bold və altdan xətt. İtalic. Burada göstərəkmi? Məsələn, hər hansı bir söz seçək, driver sözünü. Burada belə eləyək. Ctrl B və yaxud da buradan basın. Bold. Qalınlaşdı. Düzdür. Bir də altından xətt. Budur da yəni. Nə gözləyirsiniz? Hansı fayl PPS genişlənməsinə malikdir? Hər dəfəsində zaten bizim kitabımızın 38-ci səhifəsindən sual düşür. Açırıq oranı, əzbərləmişəm artıq səhifəni. Görürsünüz buranı. Burada PPSX tapaq. Tapdıq. Bir nümayiş rejimində açılan təqdimat faylı. Yəni, faylı ilə yadda saxlayır ki, o birbaşa nümayişdən başlayır. Doğru cavab olacaq nə? Y variantı. Bir nümayiş sözünü zaten burada görürsünüz. Faylı nümayiş etdirmək üçün nəzərdə tutulan bir genişlənmədir. Bu da bizim 2 saniyəmizi aldı. MS Office paketində hazırlanmış sənəd fayllarının kontekst menüsünə hansılara aid? Bu Windows 10 və ya 11 fərqi yoxdur. Zaten qəbula düşən ili 10 deyə düşmüşdü. İndi biz onu 11-ə dəyişək. Sual zaten eyni qalır. Eyni mahiyyətə sahibdir. İndi faylın kontekst menüsü və qovluğun kontekst menüsü. Kitabda bunun da səhifəsini bildirdim. Əgər düzgündürsə, 5 olmalıdır. Faylın kontekst menüsü düzdür. Bu Windows 10'dur. Biz yeni vəsaitə baxaq. Baxaq mı? Haradadır? Onu tapmaq lazımdır sadəcə. Tamam. Nəsə, buradan da baxa bilərik. Yeni şeydir zaten. Bəzi şeylər fərqlidir. Onu da deyərəm mən sizə. Faylın kontekst menüsü, aşağıda da qovluğun kontekst menüsü. 90% əmrlər eynidir. Sadəcə fərqlər var. Fərqlər də bu orta hissədə çox qəşəng qeyd eləmişəm.
Bu Windows 11'də də zaten bu şəkildə yazılıb. Əlavə əmrlərlə birlikdə. İndi include əmrini falan görürsünüz. Gəlməz orada sualın üstündə deyim. Faylın kontekst menüsündə create shortcut var. Qovluqda da var bu. Send to faylda da var, qovluqda da var. Personalize əmri də ekranın kontekst menüsüdür. Yazıram, başa düşün, ekran. Nə qovluqda, nə faylda yoxdur bu. Üçü çıxdıq. Pin to start bu qovluqdadır. Sadəcə qovluqdadır. Oldu mu? Faylda yoxdur. Include in library bu da qovluqdadır. Faylda yoxdur və yaxud da ekranda yoxdur. Rename'dir. Bu həm faylda, həm qovluqda zaten var. Paste əmridir ki, bu da ekranın kontekst menüsündə. Oldu. Cavab nə oldu bizdə? 1, 2, 6. Bu bizim faylımızdır. Faylın üzərində sağ düyməni basıram. Buradan daha geniş görün. Open'de, edit'de, new'du, print'de, düzdür. Orada olanlardan nə send to var idi, create shortcut var idi, rename var idi. Düzdür. Zaten desin cevabımız bunlar var. Qovluqda da olanlar var idi zaten. Baxın, pin to start qovluğa aiddir. Faylda yox idi elə bir şey. Pin to start, including library ancaq qovluğa aiddir. Faylda yox idi elə bir şey. Rename əmridir. Send to'dur zaten qovluqda da var. Belə, ekran kontekst menüsünə baxsaq, ekranda sağ düyməni basırıq. Paste əmri görürsünüz, ekrana aiddir. Personalize əmri də ekrana aid olan bir belə deyək, əmridir. Qayıtdıq sualımıza. 6 nömrəli suala baxaq. Driverində nə olduğunu 2 saniyə yaza biləcək suallar tipindəndir. Driver bilirik ki, qrupları kompüterlə əlaqələndirən, yəni qrupları idarə edən proqramlardır. Kompüterə qoşulmuş qrupların işini idarə edən. Və sonunda bitdiyinə fikirləşirsən ki, işin. Doğru. Cavab. Bunun qrupu hissəsinə biz nə demişdik? Kontrollerlər, düzdür? Kontroller. Nasıl? Keçdik 7 nömrəli suala, maraqlı bir sualdır. Əvvəlkilərdə də bu tipdən bir qəbul sualı var idi. Deyir, 1-dən 5-ə qədər ədədlərin çap olunması hansı blok sxemlə olur? Yəni hansı misalla olacaq? 1-dən 5-ə qədər elə bir çap blokun içində 1 də görək, 2 də görək, 3 də görək, 4 də görək, 5 də görək. Bunu axtarmalıyıq. Cavabı mən bilirəm deyə sürətli şəkildə izah eləyəcəm. Məsəl üçün, A variantını çox sürətli şəkildə çıxa biləcəyik. A-mız 1-dir. 1-in üzərinə 1 gələndə A-mız olur 2. İndi çap blokuna düşəndə siz birinci 2 qiymətini çap edirsiniz. Artıq bir qiymətini mümkün deyil ki, bu blok sistemindən çap edə bilək. 2 5-dən böyükdürmü? Yox dedik, gəldi. 2-nin üstünə 1 gəldi, 3. Bu səfər 3 çap olunacaq. Yəni, 1 qayıdıb heç vaxt çap olunmayacaq burada. Bu ona görə getdi. A-mız 1-dir, bəli, 1 çap olunur. 1-in üstünə 1 gəlsiniz, 2 soruşursunuz ki, 2 5-dən kiçiksən, hə deyirsən, misal qurtarır. Bu ancaq 1-i çap eləyəcək, də digərlərini çap eləyə bilməyəcək. Misal tez qurtarır. C variantına baxası olsaq, C variantı uzun çəkəcək deyə düşünürəm. Baxın, 1 5-dən kiçiksənmi? Hə, 1 çap olunur. 1-in üstünə 1 gəlirsən, 2. 2 5-dən kiçiksənmi? Hə. 2-nin üstünə 1 gəlsin, 3. 3 5-dən kiçiksənmi? Hə, 3 çap olundu. 3-ün üstünə 1 gəldi, 4. 4 5-dən kiçiksənmi? Hə, 4 çap olundu. 4-ün üzərinə 1 gəldi, 5. 5 5-dən kiçiksənmi? Yox dedik, qurtardı. 5 elə bir çap eləyə bilmədi bu blok sxem. Ona görə C-də sağ. Doğru cavab dedim. A-mız 1-dir. Düşürsüz 1 çap olmuş. 1-in üstünə 1 gəlirsə, A-mızın qiyməti olur nə? 2. 2 5-dən böyüksənmi? Yox. 2 çap olundu. 2-nin üstünə 1 gəldi, oldu 3. 3 5-dən böyüksənmi? Yox. 3 çap olundu. 3-ün üstünə 1 gəlsiz, 4. 4 5-dən böyüksənmi? Yox. Bu səfər 4 çap olundu. 4-ün üstünə 1 gəldiniz, 5. 5 5-dən böyüksənmi? Yox. Bu səfər 5 çap olundu. 5-in üstünə 1 gəldiniz, 6. Elə? 6. Gəlsiz 6 5-dən böyüksənmi? Hə, dediniz, misal qurtardı. Düzdür, A-nın qiyməti olaraq 6 aldıq, amma çap olaraq biz ancaq bunları çap eləmiş olduq. Ona görə cavabımız nə olur? D variantı. Y-də səhv nədir? Onu da siz yazarsınız səhv olmasın. Dedikdə riyazi hesablamalar, aha, mənə tanış gəlir. Düzdür? Və deyir ki, onların özünə oxşarlıq xassələri nəzərdə tutulur. Riyazi hesablama və oxşarlıq. Oxşarlıq yəni bir-birinə bənzəmə. Bu fraktal təsvirdən gedir söhbət. Fraktal qrafika. Yazaq. Təxminən belə təsvirlərdə görürsünüz, bir-birinə bənzərlik, oxşarlıq var. Bunlar riyazi düsturlar əsasında hazırlanır və ad olaraq da nə gedir? Fraktal qrafika gedir. Oldu? Məsələn, bu da bizim kompüter qrafikasını öyrəndiyimiz basit bir anlayışdır. 9. Doğru mülahizələri müəyyən edir. Deyir, seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmək olar. Yanlış cümlədir. Word-ə aid olan bir sualdır.
Yeni bir sənəd yaradaq. Bir dənə obyekt əlavə eləyək bura. Insert. İkonlardan əlavə eləyim mən sana. Alma. Şimdi bunun mövqeyini deyir ki, dizayn tabı ilə görə dəyişmək olur. Amma dizayn edə bir əmri var ki, bunun mövqeyini dəyişim. Yox, təbii ki. Dizayn görüntüsünü dəyişər. Niyə mövqeyini dəyişsin? Amma şəkli seçsək, burada position, layout tabında position var, arrange qrupunda. Basırsınız, mövqeyi dəyişir. Nasıl olsun? Görürsünüz. Mətnin şəkli əhatə eləməsi əmridir. Bunu yadınızda saxlayın. Bir də gördünüz, 2026-cı ilin qəbuluna da düşmüş oldu. Aha, bu sualın cavabını bildik. Yox, bilmədik, əslində bir varianta baxmışıq. Bir səhv. İki sənədin avtomatik müqayisəsi. Bəzən tələbələr side by side əmri nəzərdə tutulur. Düşünür ki, iki dənə sənədi yan-yana qoyuruqsa, biz onları avtomatik müqayisə eləmiş oluruq. Yox, onu sən özün müqayisə edirsən, aşağı-yuxarı eləməklə, belə-belə eləməklə müqayisə edirsən. Nədən danışam? Gəlin ona baxın. Bir bizim burada view tabında, Windows qrupunda, bax, side by side əmri var. Yan-yana qoyduq ikini, iki sənədi. Görürsünüz, ikisini eyni anda aşağı-yuxarı eləyib müqayisə eləmək olur. Bu avtomatik müqayisə deyil. Deyil. Avtomatik müqayisə hardadır? Review tabında compare əmri. Bu avtomatik müqayisədir. İki sənədi qoyursunuz içərisinə, öz avtomatik müqayisə eləyir. Bundan gedir söhbət. Oldu? Tamam, suala qayıdaq. Səhv oldu. Quick Access Toolbar-a deyil, file tabından nələrsə əlavə etmək olar. Bəli, düz deyil. Quick Access Toolbar buradır. File tabına girdiniz. Options bölməsinə girdiniz. Quick Access Toolbar. Nəsə əlavə eləyirik? Cut düyməsindəki add əlavə etdik, düşdü ora. OK dedik. Cut düyməmiz gəldi, düşdü bura. Oldu? Aferin. Düz deyilmiş. Düzgün cümlədir. Daha sonra bunu götürdük. 3-ü. Fayl tabından sənəddə düzəlişlər düz deyil. Yəni sənədin mühafizəsi. Ya fayl tabında save as əmrinin içərisindədir, save as. Ya da ki fayl tabında info əmrinin içərisindədir. Bir də preview yəni review deyə tabımız var ki, həmən review tabının içərisində protect deyə qrupumuz var. Review, protect qrupunda sənədi mühafizə eləmək olur. Yəni 4 səhv cümlə deyil, düzgün cümlədir. Deyir sənəddəki qrafik cədvəl, düstur və şərhlərin axtarışı. Axtarış, düzdür? Deyir view tabının navigation pane əmridir. Bu bizim bildiyim find əmrimizdir. Yəni Ctrl F-imizdir. Ctrl-nə F. Bildiyimiz home tabında yerləşən Ctrl F-dən gedir söhbət. Hara getdi? Home tabı editingdə find əmri. Basırıq. Navigation. Naviqasiya başqa yerdə də var. Harda var? View tabında, show qrupunda navigation pane. Görürsünüz, bağladım, açdım. İndi deyək ki, biz bilirik ki, bunun vasitəsilə sözləri falan 3 cür şeyə görə hətta axtarmaq olur. Başlığa, səhifəyə və ümumi nəticələrə görə. Hətta bura basıb, burada biz şəkil kimi, cədvəl kimi, düstur kimi, footnote, endnote, comment, şərhlər kimi də axtarış edə bilərik. Olur? Yəni bundan gedir, biraz xırdadır əslində, bu qədər asan sual deyil. Axtarış sözünə görə bəlkə də yazmaq olar. 3, 4, 5. O bir səviyyədə bir dənəsi var. Deyir, referens tabında sənədə verilmiş düzəlişləri qəbul etmək bu səhv cümlədir. Bu referens tabında deyil. Bu dediyi şey review tabındadır. Qəbul etmək, dəyişiklikləri qəbul etmək, imtina etmək onlardan. Düzdür, burada dəyişiklikləri izləyirik. Burada da qəbul edib və imtina edirik. Bu review tabına aid olan bir əmrdir. Belə, cəmimiz nə oldu? 3, 4, 5. Maraqlı sualdır, mənə xoşuma gələn suallardan biridir. Keçirilən nömrəli suala. Deyir, aşağıdakı tələbələr və onların yazdığı fənlər haqqında məlumat bazası var. Həmən bazadan informatika fənni üzrə 3-cü kurs tələbələrinin neçəsinin ikinci növbəyə yazıldığını müəyyən edin. Biraz mürəkkəb sualdır. Əslində mürəkkəb deyil, sizə yazılış mürəkkəbdir. İnformatika fənnini gedib birinci axtaraq. Belə eləyirsiniz imtahanda da. İnformatika, 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 informatika. Düzdür? Burasını getdi. 3-cü kurs tələbələrinin, düzdür? 3-cü kurs tələbələrinin, kurs olaraq 3-cüləri tapaq məsəl üçün. Bura, əslində burada yazmaq biz məntiqsiz olacaq. Gəl bundan koddan götürək. 116, 116. Yəni Əsədova kimsə. Sonra 112 Rüstəmli kimsə. Sonra 113 Əliyev kimsə. Düzdür? Sonra informatikada 115 informatika oxuyurmuş. Sonra 114, 118. 114, 118. Tamam, bunlar koddan yuxarıda müəyyən etdik. Aidlərinə baxaraq. İndi gəlin görək 3-cü kurs tələbələri hansılardır? Bu 3-dür, saxlayaq. Bunu atdıq, çünki 2-ci kursdur. 3-dür, saxladıq, 3-dür, saxladıq. Bunu atdıq, 2-cidir. Sonra bu da 3-dür, saxladıq. 4 dənə oldu.
Amma nə istəyir indi sizdən? Birazdan da həll elədik. İkinci növbəyə yazılır. Növbə olaraq da 2. Bunu saxladıq. Qıraqdan da qoyaq, axırıncıdır çünki bu. Bu 1-dir, bunu atdıqda belə. Bu ikinci növbədir, saxladıq. Bu da ikinci növbədir, saxladıq. Cəmi neçə nəfər oldu? 3. İndi bizdən hansı yazı deyə sual versə cavab olacaq 112, 115 və 118. Amma neçə yazı deyə sual versə təbii ki, cavab nədir? Növbəyə yazıldığı müəyyən hər 3 nəfər soruşurdu, onu soruşur. Heç neçə və ya hansı deyə yazı vermir. Cavab oldu nə? C variantı 3. Sonra 111. 10 saniyə də yox, 1 saniyə vaxtınız alacaq bir sualdır. Bir hansı proqramlar qrupuna aid MS-Excel? Təbii ki, tətbiqi proqramlar təminatı. Odur. Umurum bu yadınızdan çıxmış oldu. Bunu da qeyb göstərməyim biabırçılıq deyil. Neçənci səhv eləyək bunu? 30, 30, 30, 30. 2000. Bəli. 334. Nə axtardıq? MS ümumi təyinatlı tətbiqi proqram təminatı, elektron cədvəldə də MS Excel. Tətbiqi də deyin qısacası belə. Məsələn, bunu göstərmədim sayın. Sonra stil Develent qrupu hansı etabında 1 saniyəmiz alır bu da. Hansı tabdadır? Home tabında çox məşhurdur çünki. Buradan da baxa bilərik. Oradan da baxa bilərik. Hardan istəyirsə baxın. Ürəyiniz hardan istəyirsə baxın. Yəni. Buna necə eləyirsə eləyin. Home tabı stil qrupu. Düzdür. Bunu bilməmək yəni nə bilim. Etdim. Arxiv faylların genişlənməsi. Bax görürsüz, heç buna fikir verməmişəm. Bayaq danışdıq, PPSX. Dedim mən həmən səhifədən 38-ci səhifədən hər il düşür qəbula sual. Hər il bir sual da yox. Elə olur ki, Allah haqqı 2 dəfə sual düşür. Adam yanır tökülür. O səhifəni hələ də əzbərə bilməyənlər var yəni. Yenə açırıq 38-ci səhifəni. Gör nəyə görə mənə analiz istəyirdiniz. Arxiv faylların genişlənməsi. Düzdür? Hətta əzbərləyin də buranı. Zipdir, RAR'dır, RJTAR'dır, JAR'dır, JAB'dır, LRH-dır, düzdür? İngilis olub haqqda. RTF mətn tipli fayllardan WordPad-in genişlənməsidir. WordPad-in genişlənməsi. WordPad. WAV səs faylıdır. Com icra olunan faylların genişlənməsidir. BAT əmr faylı. Hamısı var orada zaten. Göstəreyim. Yadından çıxdı. Var idi. Com-u gördük. Düzdür. Sonra RTF-ni gördük orada. RTF. Daha sonra başka ne gördük? WAV gördük, səs gördük. Şurada. Bizden de orada nə idi? RAR idi mi? RJ idi. Desin RJ idi. Baxın. Nasıl? Bir saniye. Keçdik buna. Bu sualımızda kitabımızdan göstərək. Neçənci səhifə olsun? 13 deyəsən. Qabarıq ölçülər və məhsullarına görə kompüteri aşağıdakı siniflərə bölmək olar. Çox böyük super kompüterlər, böyük mainframe'lər, orta, kiçik, mini, mikro, düzdür, kompüterlərdən gedir söhbət. İşçi stansiya görməz orada. Mini kompüteri gördünüz. Super kompüterləri gördünüz. Mainframe'ləri gördünüz. Cavab oldu 2, 4, 5. Yəni D variantı. Məhsuldarlığına, siniflərini. Həmin 13-cü səhifədən də həll qəbulunuzda sual düşür. Ona görə əzbərə bilirəm artıq səhifələri. O qədər izah eləmirəm ki, tələbələrə. Sonra keçdik 15 nömrəli sual. Xarici yaddaş qurğuları. Bunu da kitabdan da göstərməyəcəm. Gedin özünüz. KMOS daxili yaddaşdır, düzdür? Daha sonra əməli yaddaş daxilidir, cache daxilidir, daimi yaddaş daxilidir, düzdür? Yerdə nə qaldı? 2, 3, 4, 7 və sonunda. Aiddir istəyir də bilsin. Şu. Kompakt disk nədir deyə sual verməyim mənə. Yazırsan. Şu. Şəkillərinə baxsaz. Nələr imiş? Disk, düzdür? Diskdən yəni disk. Sonra. Bu sualda məşhur sualdır, MS-Excelimizə ayrılan sualdır. Var idi, hansısa qəbuldan mı var idi mi, yoxsa hardan mı var idi, xatırlamıram. Desən birinci tura düşmüş. Birinci turun sualı idi. B sütununun enini artırıb azaltmaq istəyir. B sütununun enini artırıb azaltmaq üçün biz özündən sonraki, yəni BC sərhədinə belə toxunu eləməliyik, aparmalıyıq və yaxud azaltmalıyıq. Məsələn, Y-ni azaltmaq istəsəz, görürsünüz, yəni Y-dən sonra Y. Bura ilə düşünün də, mən A-dan əvvəl heç nə yoxdur, hansı sərhəddə toxunum. AB. AB-yə toxunanda A artıb azalır. Rəqəmlərdə bəs düşsə bu sual, görürsünüz, yenə özündən sonraki hissə nəzərdə tutulur. Bunu əmr olaraq hardan eləyə bilirik? Home tabı, ses qrupu, formatın içərisində hündürlüyünü artırıb, sütunun enini artırıb azaldılması əmrləri. Heç bilməmək sualı da yoxsa yox. Hadi eyni sualdır.
Biraz sual fərqlidir. Gözləyin. Sual heç baxmamışdım. Misal üçün, Azərbaycan yazılıb. Azərbaycan. Gördünüz bu bot yer boş qaldı. İndi buradakı ən böyük sözlə eyni olsun bu sütunla neyniyək? Yenə BC sərhədində bax burada tutub belə daxmaq əvəzinə biz bura 2 dəfə də klikləsək eyni şey olar. Gördünüz? 2 dəfə klikləmək bu burada olsun. 2 dəfə klikləyirik. 1, 2. Düzgün tutamıram. Gördünüz? Ən böyük sözə görə nizamladı. İnşallah ki, sualı bu səfər düzgün oxumuşdum. Baxıb görək. Siçanı AB yox, BC sütun başlıqlarının sərhəddi üzərində 2 qat klikləməklə. Şöyle. Düz. Formül işləmək rejimləridir deyir. Sual olaraq belə bir sual verib bizə. Bu da kitabımızda olan zaten bir məlumatdır. Mən o dedimi 1-2 çətin. Məsələn, çətin suallardan biri bunu saymaq olar. Əslində cavab çıxmaq olar, çox rahat şəkildə tapmaq olar. Gəlin kitabımızdan göstərim mən sizə onu. Səhifəsini sadəcə xatırlamıram. Neçə olar? 105 və yaxud da 104 falan. Da bu qədər də yox da. Forum düzdür. 104. Datasheet view verilənlərin daxil edilməsi datasheet view ilə olur. Düzdür. Daha sonra aşağıdakı görünüş rejimləri var. Forum view, late view, design view. Düzdür. Məsələn, bu cavabları gəlib oradan inəcəksiniz, götürəcəksiniz. Deməli, datasheet view, design view, bizdə layout-na view 2, 5, 6, yəni doğru cavab olur nə? B. Query zaten sorğudur da, yəni nə əlaqə? Report zaten reportdur da. 3, 7-ni çıxsaz 3 gedərdi, 7 gedərdi, 7 gedərdi, düzdür. Print, preview, print zaten bu reporta aid olan bir şeydir. Bunda çıxmaq olardı məsəl üçün. Bunda çıxsan zaten cavab çıxır da, yəni. Məntiqlə işləsəz, belə tapmaq olar. Heç çətin səviyyəyə sayır. Sonra doğru olmayan mülahizəni müəyyən edin deyir. Əməli yaddaşda verilənlər müvəqqəti saxlanılır. Düz deyir də, əməli yaddaş verilənləri müvəqqəti saxlamaq üçün istifadə olunur. Düzdür? Doğru olmayan axtarırıq. Biz burada diqqətli olun. Qrafik planşet daxil etmə qurğusudur. Bəli, düz deyir. 1-dən 2-ni çıxarıq. 1-dən 2-ni tez çıxın. 1-dən 2-ni tez çıxın. Bu cavab çıxdı ki, D. Keş yaddaş böyük tutulma aşağı sürət yalan deyir. Sürətlidir. Hətta sürətinə görə sıralamada ikinci yerdədir. Gəlin sizə bir sual verim, deyin görə yaddaş qurğuları sürətdən zəifə doğru düzülərkən birinci, ikinci, üçüncü, dördüncü, beşinci, 5 dənə qurğu düzülmüşük də. Birinci yerdə nə durur, ikinci yerdə nə durur, ikinci yeri mən deyim, ikinci yerdə keş durur. Ən sürətlidən bir sürət aşağıdır, yəni belə düşünün. O birisləri də siz yazın rəy bilməsinə. Cari slaydın obyektlərinə verilmiş animasiya effektlərinin ardıcıllığını dəyişmək üçün hansı lent tabundan, hansı lent qrupundan istifadə olunur? Slaydda obyekt deyil. Slaydların obyekti, slaydın içindəkilər, transitiondan olmaz. Slaydın içindəkilər. Çox bəsit bir anlayışla. Dizayn, yəni nümayişə niyə aid olsun ki, buna çıxsaz? Animasiya ilə bağlıdır da, düzdür. Bir gedək ora PowerPoint-imizi açaq. Açdıq PowerPoint-imizi. Deməli, obyekt deyəndə bu nəzərdə tutulur. Gidik animasiyaya, animation tabına. Animation tabında buna bir dənə hərəkət verək. Bu bir olsun. Buna da bir hərəkət verək. Heç bir obyekt qoymadım. Sizə bu yazı hissəsini obyekt kimi düşünüb onlara verdim hərəkət. 1, 2. Bunların yerini dəyişmək üçün biz əslində animation pane-dən də eləyə bilərik. Bunu birinciyə atdım, gördünüz, yuxarı adını görürsünüz, aşağı atdım. Yerlərini dəyişmək olar və yaxud da bir timing qrupundan, move-dan eləmək olar. Bunu yəni fərqli yerlərdən eləmək olar. Sualın cavabına uyğun taparıq. Deməli, animasiya, animation, düzdür, animasiyalar. Animation. Bunun biraz mənasız da nə var yəni. Animation timing düzdür, vaxt qrupundan eləmək olur. Yəni doğru cavabdır. Belə, yəni D variantı. Oldu mu? Məncə də sualın cavabı D çıxıb. Tam dəqiq bilmirəm, amma yəni C variantında hər hansı bir şey eləmişsiniz, animasiya verirsiniz sadəcə. Effektlərin ardıcıllıq dəyişmək üçün bəli, zaman qrupundan istifadə edir. Elə bir cavabı bunu götürün. Animation pane yox, bir də buradakı timing zaman qrupunda move early, yəni bu əmrləri nəzərdə tutdu. Oldu mu? Belə. Sonra bütün işçi stansiyalar vahid mərkəzi, yəni bir dənə mərkəz olsun deyir. Bütün işçi stansiya, yəni kompüterlər də o mərkəzə qoşulsun deyir. Nə idi bu? Ulduz var, topologiya. Təbii ki, düzdür. Topologiyanın özünü soruşursunuz. Maksimum bilirik ki, 6 byte yer tutur. 6 hissədən ibarətdir. Hər hissə 1 byte yer tutacaq. 16-lıq say sistemi ilə yazılanda hər hissəyə 2 dənə 16-lıq say sisteminin rəqəmi yazılmalıdır. Hər hissəyə 16-lıq say sisteminin 2 dənə rəqəmi yazılmalıdır, düzdür? 4 dənə hissə oldu. Bu 5-ci hissə, bu da 6-cı hissə. Hər hissə ya tire ilə ya da ki, nöqtə ilə bir-birindən ayrıla bilir.
Məsəl üçün 1, 2, 3, 4, 5, 6 hissə var. Baxıram ki, hamısı 16-lıq say sistemi rəqəmlərdir, düz. Burada h-nə gəzir 16-lıqda, h deyə rəqəm yox. Düzdür, buna görə səhv oldu. 6 hissə var. Burada 5 hissə var, hissəyə görə səhv oldu. 1, 2, 3, 4, 5, 6 hissə var, hamısı 16-lığın rəqəmlərdir. Səhv görmürəmsə. Burada məsəl üçün 5-ə baxın, çox biraz diqqət yayındırır. 3 dənə rəqəm yazıb, görürsünüz. Ona görə 5 də səhv çıxdı. 1, 2, 3, 4, 5. 6-da da 5 hissə var deyə səhv çıxdı. Cavab olduğuna 1 və 4. Hansılar deyir deyə sualı cavab olaraq 1, 4. Amma desəydik ki, neçə maksimum variant doğrudur, o zaman cavabı 1, 2, yəni 2 dənə götürəcəyik. Keçdik növbəti biraz çətin səviyyəli duzlu suala, 22 nömrəli test tapşırığına. Əslində əlimizdə bu da çətin deyil də, yenə də yəni çətin saymaq olar siz tələbələrə görə. Deməli, bizim rəng qrafikası ilə bağlı düsturumuz var. M vurulsun N, vurulsun balaca N, bərabər nə həcmə, nə həcm. Həcmimiz də ölçüləcək nə ilə? Bit ilə. Biz bunu bilirik, düzdür? Vəssalam. Bit. Balaca n-i tapmaq üçün bizim rəng deyə düsturumuz olurdu. Həmən rəng düsturundan istifadə edirdik. Hətta rəng palitrası, rəng çoxluğu, rənglərlə ardıcıllığı falan 100 şey deyə bilər. Amma rəng olacaq içində. 2 üstü nəyə bərabərdir? N-ə. Balaca n, o balaca n. Eyni şeydir. Hətta həmişə bunu belə dairəyə alıram ki, tələbə fərqləndirməyi bacarsın. Aha, o n, bu n-dir, düzdür? İndi n-i tapmaq üçün bizə burada verib deyir 24 dənə rəngimiz var. Buradan bismillah elədik, başladıq. 24 rəngimiz varsa, ay müəllim, mən 24 2-nin qüvvətinə nətə bərabəriyim? Ay müəllim, get 2021-in qəbul sualının izahına bax. 2021-də də vardı da bu sual. 48 rəng vermişdi. Nə etmişdik? 24-ün özü 2-nin qüvvəti deyildi. Onun 2-nin qüvvətinə oxşar bir şeyə bənzədirdik. Bənzətməyək də, yəni daxil edirdik. Bizim rənglərimiz 2-nin qüvvətisə o zaman 2, 4, 8, 16, 32, 64 belə gedir də. İndi bu 16-nın içində var bu qədər rəng. Yəni 16 rəngin içində 24 dənə rəng var, yox. Amma 32 rəngin içərisində 24 dənə rəngi var da. Hə. O zaman biz bunu 32 kimi başa düşüb, 32 küstü 5-dir deyib, n-imizi nə qəbul edə bilərik? 5 deyə qəbul edə bilərik. N-in yerinə yazdıq 5. Aha. 800 və 400 də bizim piksel sayımızdır, düzdür? 800 vurulsun nə? 400. Yazdıq onu da. 800 vurulsun nə? 400. Şu. Bu bizim olur həcmimiz. Nəyimiz oldu? Həcmimiz. Hətta vursaz həcmimiz 1 milyon 600 min 70 olacaq. Düz yazdım. 1, 2, 3, 4, 5, 6. Tamam. 804'e vurdunuz. 32, 32'ni də 5'e vuramda 160. 4 dənə 0, 160 min bit. Bu olur bizim həcmimiz. Biraz sərgəsiz yazıram, mouse'dan yazıram. Çoxdan izah çəkmirəm deyə. Hətta yadırğamışam da deyə bilərəm. Yəni sərgəsiz görsənə bilər. Gəlin görək nə deyir. Deyir, bax 160 min bitlik bir informasiya var. Hətta belə düşünün də 10 megabayt bir informasiyamız var. Bu informasiyanı biz elə bilin ki, modemlə göndərirdik. Hardasa 1 dəqiqə vaxt sərf eləmişik bunu göndərməyə. Bu 1 dəqiqənin 30 saniyəsində sürətli göndərə bilmişik. Digər 30 saniyəsə biraz aşağı sürətlə göndərmişik. Düzdür? Sualı təxminən belə verib. Deyir, neçə saniyə göndərərsən bunu? Biz indi qabaqsın 1 dəqiqə dedik, indi 1 dəqiqə kimi düşünmür. Misalımızın indi mahiyyətinə baxaq. Deyir, biz bu təsviri ötürürük, düzdür? Ötürülmə müddəti, bilmədiyimiz o ötürülmə müddətinin, düzdür, ilk yarısında elə bilin ki, 10 dəqiqə göndərmişik. İlk yarısı 5 dəqiqə. Hə, 5 dəqiqədə bu sürətlə göndərilir. Təbii ki, biz ötürülmə müddətimizi x kimi qəbul edək. İlk yarı deyirsə, x bölünsün 2 kimi düşünək. İlk yarıda, düzdür? 16.000 bit böl saniyə sürətlə ötürülür. O zaman vurmalısınız da, düzdür? Nə elədik? 16.000 bitə vurduq. Yəni, ilk göndərdiyimiz müddət budur. Deyir ki, üstə gələk yazaq. Çünki yəni ilk yarıda göndərdin, o birisi yarıda toplayırsan, elmə üstündə nə qədərsə. Ha, topladıq. Növbəti yarıda təbii ki, yəni nə olacaq? X bölünsün 2. X-imiz 10 dəqiqədirsə, 10 dəqiqənin elə bir yarısı 5 dəqiqə, o birisi yarısı 5 dəqiqə. Elə düşünün. 24.000 bit böl saniyə sürətlə ötürülüb. Vurduq nəyə? 24.000 bitə. Bizim və informasiyamızda nə qədər idi? Bərabər eləyək həmən informasiyaya. Düzdür, informasiyamızda 1 milyon 600 min bit idi. Bərabər eləyək həmən ifadəyə. Bərabər elədik. 1 milyon 600 min x sıfırladan zəhləsin tökür. Bit. Məsələn, bu sualı həll edib x-imizi tapaq, cavabımız çıxsın. Çünki x bölünsün 2 bizə sərf eləməz.
X-in özü lazımdır, çünki ümumi göndərilmə müddəti istəyir bizdən. X bölünsün 2-ni mötərizə xaricinə çıxarda bilərsiniz. Çox qəşəng bir ədəd alınacaq. X bölünsün 2-ni çıxartdıq mötərizə xaricinə. 16.000-dən 24.000 toplasaq 40.000 edir. Nə etdi? 40.000 düzdür? Bit. Bərabərdir yenə digər ifadəmizə, yəni buna. 160 və axırıncı dəfə yazacağım, bunu da yazmayacağım. 160.000 yox, 1.600.000 bit. 160 deyirəm bunu. Belə. İndi bununla bunu ixtisar edə bilərsiniz. Qalacaq 20.000 elə. Buna qalsın da 20.000. İndi 20.000 x 1.600.000 bitdirsə, x-imiz nəyə bərabər olar? İxtisar birbaşa aparıram. 16 ilə 2 ixtisar getsə, qalacaq 8. 4 dənə 0-ın ixtisar aparırsaz, qalacaq nə 0? Deməli, 80 saniyə vaxt lazım imiş ki, biz bu informasiyanı göndərə bilək. Bəs, misalın doğru cavab olur, 80 saniyə. Mən belə uzun izah elədiyimə baxmayın, mən zülmlə o sıfırlar yazanca öldüm burada ta. Deməli, bu misal keçən də qəbuldan uşaqlar çıxan kimi bununla bağlı YouTube-da video çəkmişdim. Eyni şəkildə səhv eləmirəmsə izah eləmişəm. Yenə də həmin videoda baxa bilərsiniz. Eyni şeydir zaten və yaxud da bu videoyu təzədən başdan baxıb mahiyyətini tuta bilərsiniz. Xırda məqamımız buradan başladı. Ötürülmə müddətinin yarısı deyəndə x bölünsün 2 kimi düşündük. O birisi yarısı da yenə x bölünsün 2. İlk yarısında bu qədər sürətlə gedirsə, növbəti yarısında bu qədər sürətlə gedir. Düzdür? Onları topladıq və ümumi həcmə bərabər elədik. Oradan da cavabımızı çıxartdıq. Keçdik 23 nömrəli suala. Suala sizə çətin zad deməyin. Asan sualdır bu. C3'ümüz 4'tür. 4. Böyük veya bərabərdir. Sam A2 B3. Sam A2 B3 deyəndə bu bərabər işarəsini qoyaq. A2 və B3. A2'miz neçədir? 1'dir. B3'ümüz neçədir? 2'dir. 1 ilə 2'ni toplayanda neçə eləyir? 3. Bax, bu bizim misalımızın şərt hissəsidir. Görürsünüz buranı? Bu bizim misal nə idi? Şərt hissəsi. Əgər bu şərt doğrudursa, o zaman birinci əməliyyatı yerinə yetirirsiniz. Yəni, bu misalı həll edirsiniz vergülə qədər. Yox, əgər əməliyyatımız düzgün deyilsə, false-dursa, ikinci misalı həll edirsiniz. Bizə 4 3-ə bərabər olmadığına görə sadəcə bu power düsturunu neyəcəyik? Hesablayacağıq. Yəni, false olanı. Power qüvvəti hesablaya bildiyimiz kimi deyir C3 üstündə C1-i hesabla. Elə bilin ki, yazılış belədir. C3 üstündə nə? C1. C3'ümüz neçədir? 4. 4 üstündə C1'imiz neçədir? 3. 4 üstündə 3 bizə neçə verər? 64. Düzdür. Məsələn, məncə heç bir şey səhv yazmadıq. Hər şey doğru oldu. Cavabımız olduğu üçün 64. Keçdik 24 nömrəli suala. Deyir, hansı adların fayl adı kimi istifadə etmək olar? Biz bildik ki, 6 dənə qadağan olmuş simvolumuz var. 37. Qadağan olmuş simvollarımız var. Faylın və qovluğun adında istifadə edəndə qadağan olmuş simvollarımız. Bir də qadağan olmuş adlarımız var. Düzdür? Bunları da əzbərə bilməklə hər il demək olar ki, bir dənə sualın cavabını tapmaq olar. Yəni, yaxşı yadınızda saxlayın. Sadəcə burada biraz dəyişiklik eləyəcəyik. LPT 0 yox, 1, COM 0 yox, 1. LPT 1-dən LPT 9-a qədər, COM 1-dən COM 9-a qədər qadağan olunmuş nələrdir simvollar. Yaz ki, həmən niyə kitabımızda belə yazmışsınız? Çünki Windows 10 əməliyyat sistemində həqiqətən də biz LPT 0 yaza bilmirdik. Sadəcə, yəni, məlumat olaraq LPT 1-dən LPT 9. Amma Windows 11 əməliyyat sistemində həqiqətən də LPT 0 yazmaq olur. Amma LPT 1, 2, LPT 3 yazmaq olmur. Bir dənə dəyişən şey budur. Yoxdur, başınızı yormayın, elə sizə mən göstərdiyim şəkildə də yadınızda saxlayın geçsin. Oldu? Oldu məncə. İndi, keçdik sualımıza. Bir də bu qadağan olmuş adlar ancaq faylın birinci hissəsində olmaz. Bu da beləncə olmaz. Amma bu şəkildə yazıla bilər. İkinci hissədə ola bilər. Yəni, ad hissədə, birinci hissədə olmaz, ikinci hissədə nədir? Olar. Oldu? İndi baxaq, PRN birinci hissədə yazıb deyə olmaz, səhvdir. D-O-C ikinci hissədə yazıb deyə, bəli, bunda bir problem yox, istifadə edə bilərik. Birinci hissədə yazıb deyə nədir? Səhvdir, olmaz. Null birinci hissədə yazılıb deyə səhvdir. Burada bir problem yoxdur, 5-dən, yəni üçün mən qadağan olmuş acaq görmürük. Null ikinci hissədə də problem yoxdur. Null PRN ikinci hissəsi düzdür, birinci hissəsi səhvdir, 7 çıxdı. EXE-DOC burada heç bir problem yoxdur. Deməli, hansılardan istifadə etmək oldu? 2, 5, 6, 8. 2, 5, 6 və nə? 8. Və sonra bitdi. Keçdik. Deyir, uyğunluğu müəyyən edin. Sosial şəbəkələr hansılardır? Sosial şəbəkələrin adları hamısı kitabımızda yazılıb. Snapchat-dır, sosial şəbəkədir.
Bir də QQ-dür, sosial şəbəkədir. Bilmirəm kitabımızda yazılıb yoxsa yox, amma göstərərəm mən sizə. A və N, C bir uyğun oldu. Brauzerlər Safari'dir, bir də Firefox-dur. Deməli, B və D, B və D. Axtarış sistemidir. Axtarış sistemi isə nədir? Bing-dir. Y. Məsələn, bu da bunun cavabı. Oldu. Kitabımızda da ki, təbii ki, anaqlardadır. Anaqlar neçədir ki? Çat yox idi orada. Axtarış sistemi var idi. Düzdür, Bing. Brauzerlər zaten orada var idi. Safari var idi. Hansı idi bir də? Unuttum. Nə yazmışdı ki? Safari. Bir də Firefox. Bu sosial şəbəkələrdən, düzdür, Snapchat-ı görürsüz. Bir dənə də əlavə QQ-nü yaza bilərik. Nə? QQ. Oldu. Bunun adı yox imiş kitabda, amma tələbələrə həmişə dediyimiz şey. Tamam. Bu da oldu 25-in cavabı. Oldu mu? Məncə qalan bir sualımız olmadı. Hər bir suala baxdıq. Bir 40 dəqiqə mən izah elədimsə, bir 5 dəqiqə ilk başda başlayanda danışdım. Sonra bunu biraz çətinliklə yazdım deyə, biraz bu mənim xeyli vaxtım aldı. Hətta bu iki sual desən 8 dəqiqə getdi vaxtımız. Amma yəni elə deyil. Ən çox vaxt alan burada nə oldu, heç bir sual. Biraz vaxt alan bu sualdır. 5 dəqiqə vaxtınızı bu alsın. Yerdə qalan amma sualların hamısı 20 dəqiqəyə yazılacaq suallar idi. Belə. Nəyə başa düşməsiniz, yenə də rəy bölməsinə yazarsınız, mən sizə köməklik göstərərəm. Sağ olun, növbəti video izahlarda görüşmək ümidi ilə.